dua etmektir. Bizi dinleyenlere, eşidenlere dua etmek. Hatta bir insan senin hakkında pis düşünür. Pis de düşman, hiç onsuz da insanlar çok vakit düşünmeden, kütlevi şekilde, mesela bir adam birini tanımır, yazın oradaki flancası pis adamdı. O bir de yazır pis adamdı. Sen onu tanıyırsan. O kadar 20 defaya kadar bu insanları Mekke'ye aparanlar, hele bizim öz rayonumuzda. O kadar danışanlar olup, gelip Mekke'de elin koyup qaradaşın yanında, hacı, bağışla ya, üzürlüb say. Ben senin ünvanıma çok danıştım. Sen yoldaşlığımı görmemişim. Ben seninle yoldaş olmamıştım. 20 neçə gün, 18 gün bu yollarda oldu, avtobusdan gedəndə. Bağışla məni. Müdaim 3 eləmək, üstüm bağla, məni bağışla. Mən də deyirəm, Allah səni bağışlasın. Və mən də başqasına deyirəm ki, sən də məni bağışla. Yəni, bu gecə artıq həmən gecədir. Etiraflar gecəsidir. Bu gecə əgər bağışlaya bilsək, Allah bizi bağışlayacaq. Əgər bir insan bir adamı bağışlaya bilmirsə, o da bağışlana bilməz. Bağışlanmaq üçün gərək sən də bağışlamağı bacarasan. Əgər mərhəmət umursansa Allah'tan, sən də rəhm eləməyi bacarmalısan. Ərhəmu tərhəmu. Allah buyurur ki, mən rəhm edirəm, siz də rəhm eləyin. Bir dənə Qurandan inşallah Bəqərə surəsinin 25-ci ayəsini deyirəm, vaxtı çox tutmayacağım inşallah. Bismillahirrahmanirrahim. Və yəsəlunəkə anil cibal. Quran gör nə deyir? Peyğəmbərə deyir ki, və yəsəlunəkə anil cibal. Səndən dağlar barəsində soruşarlar. Dağlar barəsində. Quranda neçə dənə ayə var? Soruşacaqlar. Səndən soruşacaqlar mənim yaxın və uzaq olmağım barəsində. Səndən soruşacaqlar şərab və qumar haqqında. Səndən soruşacaqlar ruh haqqında. Səndən soruşacaqlar və yəsəlunəkə anil cibal. Dağlar haqqında soruşarlar. Bax, gör Quran nə deyir? Fəqul denən əmr formasında. Yəsifuha Rabbi nəsəfa. Sənin Rəbbin, sənin Allahın dağları küləyə verəcək. Ən böyük dünyada dağ hansıdır? Himalaydır, Pamirdir. Məsələn də, məsələn. Bu dağlar da külək olaraq, küləyin sürəti o qədər güclü olacaq ki. Küləyə, Quran deyir, bunun nağıldır, bax. Və yəsəlunəkə səndən soruşarlar, ənil cibal. Cibal yəni dağlar barəsində. Fəqul, denən, Quran deyir. Bu da kimisə tərcüməsi deyil, bunu şəxsi özüm tərcümə edirəm, ərəb dilindən. Yəsifuha Rabbi nəsəfa. Və denən ki, sənin Rəbbin onları küləyə verəcək. Külək bizim həyatımızda nə qədər önəmli şeydir. Külək olmasa, təbiətdə, bostan bitkilərimizdə günəşin olması, fotosintez prosesi gedir. Düzdür, günəş olmasa fotosintez prosesi olmaz. Əgər ağacların bu yaz ayıdır, küllə bir-birləri ilə ola calaqlaşdırma, erkək dişi külək vasitəsilə baş verir də, düzdür, onların gül açması. Allah gör necə onları təbiəti təravətləndirir. Bu Xəzər dənizi var. Bizim rayonun yanında 50 metr, 100 metr o tarafa Xəzərdir, düzdür? 200 metr o tarafa, 1 kilometr o tarafa Xəzər dənizidir. Xəzər dənizinin əgər küləyi olmasa, Xəzər dənizinin suyu çürüyər, bu rayonda yaşayanlar o indən qala bilməzlər. Allah onu saxlamaq üçün küləyi dalğa əmələ gətizdirir. Külək vasitəsilə onu neçə əsrlərdir, illərdir, o göl orada dalğalanır, yayda gedib çimirsiniz, qumundan da istifadə edirsiniz. Küləyin gücünə baxın. İndi həmən külək görün sürətdə nə qədər güclü olacaq ki, siz qasırğaları Amerikada gördüyünüzdə bu 2 ay bundan qabaq. Binalara, apartmanları gördünüz, meşə yanğılara, küləyin gücüydü ya bu. Quran gör nə dedi? Və yəsəlunəkə anil cibal fəqul yəsifuha Rabbi nəsəfa. Deyir ki, səndən soruşanlar dağlar haqqında, denən ki, sənin Rəbbin onları küləyə verəcək. Sonra ayə. Fəyəzəruha qən səfsəfa. Beləliklə bunu dümdüz hamar edəcək. Yəni yer üzəri dümdüz olacaq. Hədəfim dağdan danışmaq deyildi. Məqsədim var burada. Dümdüz hala salacaq. La tərə fiha İvəcəm və lə əmta. Beləliklə, onda heç bir hündür alçaqlıq görməsiniz. Məsələn, buradan baxanda hər yeri görəcəksən. Bina qalmayacaq, ev qalmayacaq, apartman qalmayacaq. Hamısını dümdüz eləyəcək qiyamətdə Allah buyurur. Yəni, o zaman gizlənmək üçün
dağ, təpə, yer tapa bilməyəcəksən. Adam var, bir şeydən ötürü gizlənmək istəyir. Düzdür, bir hadisə törədir, gizlənir. Hər yer bərabərdə gizlənəcəksən. Fəbəsərukə yevməl hədid. Quran deyir, məhşər əhlindən gözü iti olacaq. 100 metrəni görən insanlar Quran ayəsi ya, onlar 500 metrəni, 1000 metrəni, 2000 metrəni görəcəklər. Sürətlə, yəni görmə dərəcəmizi artıracaq. Ayə belədir. Və bəsərukə, bəsirətiniz iki mənadır. Həm mənəvi, həm də bu gözlə, adi gözlə. Bəsərukə yevməl hədid. Hətta deyir, həmən gün uzaqları görəcəksiniz qarşınızda. Hətta bir-birlərinə deyəcəklər, bugün gözün iti görür qiyamətdə. İndi sizə sual verirəm. Nəzər alın. Şər böhtanla ömrünü keçirdən, qonşunu şərləyib, onu şərləyib, buna böhtan atıb, buna nə bilim orada bir söz deyib, orada bir dənə qeybət danışıb, burada böhtan deyib, dağlardan ağırdı böhtan. Deyib, indi qiyamətdə dayı yox, əmi yox, vəzifəli adam yox, məmur yox səni qorumağa. Harada gizlənəcəksən? Quran deyir, şər böhtan atanın ömrünü başa vursan kəs, baxın, gizlənməyə harada oturacaq? Harada gizlənəcək? Və bu insanlar orada bir-birlərini görəcəklər. Hamısı peşiman olacaq. Həmən gün peşimancılığı. Quran deyir, ya veylena, mən bəəsəna, haza ma vəədən rəhman və sədəqəl mursəlun. Ya veylena, vay olsun mənə. Mən bəəsəna, çaş gərək mən daha çox işlər görəydim ahirət üçün. Daha yaxşılıqlar eləyə bilərdim. Haza ma vəədən rəhman və sədəqəl mursəlun. Heyf Allah, sən Allah məni bıraq bir dəvə dünyaya göndər, daha keçdi. Daha keçib. Da mümkün deyil. Məni bir dəfə bırak, gör bir dənə bəndəsilə eləyərəm sənə. Sənin yolundan kənara çıxmaram həmən. Başlayacaq bu cür fikirlər söyləməyə, artıq həmən gün gecdir. Deyir, Şəhriyarın, deyir, məhşər, Muhammed Hüseyin Şəhriyardır. Məhşər olar hoveyda, divani ədli peyda, şeypur olar dəmidə, insanı yəni bərpa. Ya veylənə və qalu mən bəsənə xudaya. Allahın ayətini götürüb şeirə çəkir. Deyir ki, məhşər olar. Məhşər nədir? Məhşər həşarət sözündəndir. Həşr, yəni toplanacaq yer. Həşr olunudur. Allah səni həşr eləsin. Yəni səni məşhur eləsin. Toplandığı günü. Məhşər olar hüveyda, divani ədli peyda. Allahın ədalət məhkəməsi gələndə. Şeypur olar dəmidə. Quran deyir və nüfiqə fissuri. Fissur, sur bir alətdir. O sur aləti kimin qulağına dəyən kimi ölüm onu tutacaq. Ölüm yuxusu dəyəcək. Baxın, mənim bir dostum var, elektorat texnikadan başı çıxır. Dedim rayonda, o vaxtı o pif-paf çıxmamışdı da, bu həşərat öldürən, həşəratı uzaqlaşdıran yox idi. Bir dənə balaca cihaz düzəltmişdi, vermişdi mənə. Kəndə gedəndə qoyurdum yanımda. Öz ətrafımda 2 metr, 3 metr radyusda ağzaqana yaxın gəlmirdi. Örgəndim ki, bu nədir? Fizikada bu nədir? Fizikada elə qanun var ki, elə siqnallar var ki, həmən siqnallar onlara aiddir. Qiyamət günündə də, qiyamətdə elə səslər olacaq. Məsələn, biz gəminin səsini eşitsək, niyə qayı polis, üzr istəyirəm, gəminin siqnalını gətirib maşına qoyurlar, Mercedes-ə, BMW-yə falana. Niyə icazəli deyilsən? İnsanları qorxudursan. İndi sən fikirləş, bir gəminin səsindən insan heybətli səsindən qorxur. Allah təbarək və Taala'nın qiyamət üçün elə siqnalları var, elə səsləri var ki, insanın qulağı kar olub, hətta öldürücü səslər. Məhşər olar hüveyda. Məhşər günü və nufiqə fissuri. İsrafil mələyi sur alətinə nufiq eləyəcək, üfürən kimi həmən səsdən, şərqdən qərbə, onu eşidənlər canını tapşıracaqlar. Salavat Peyğəmbər sallallahu. Allahumma salli ala Muhammed və ali. Bunu qiyaməti yadımıza salmaq istədim sadəcə. Həm özümə bunu aid edirəm, həm öz yadıma saldım da sizə hədiyə edirəm. Necə cümədə deyirik. Əzizlər, bu gecə bir gecədir ki, həmən gecədə bu günlərdə ki, bəla və müsibətlər üz olacaq, biz buna hazırlaşmalıyıq. Ona görə Allah Teala'dan təvəqqimiz budur ki, Allah Təbarək və Teala
bu gecənin qədirli gecələrini bizə nəsib etsin inşallah. Amin. Allah təbarək və Teala bu gecəni ibadətlə, itaatlə keçən bütün əzizlərimizə əcr inayət eləsin. Amin. Allah ömrümüzün son Ramazan ayı qərar verməsin. İnşallah yavaş-yavaş dəstəmaz alın, hazır olun. Mən bir də